bu Lisan'dır. Düzdürmü ki, Range Rover küncdə oturub ağlayır bu maşın çıxandan sonra. Halbuki bu markanın adı Lisan. Bunda bir lidar yoxdur, bir də soyuducu yoxdur. Bizim vaxtda vallahi bizim vaxtda belə şey yox idi. İlk at gücləri 450 at gücünə bərabər. Burada bu Çinlilərə yəni çörək vermə, su vermə. Dolayısıyla bu BMW mühərriyidir. BMW dizaynerdə ən vacib məsələlərdən biri Ben Baum'dur. Bu maşın bir marketinq məhsuludur, bir gadgetdir. 42,8 kilovat akkumulyator. Səs görmürəm mən, səs yoxdur. Əşyalar üçün yerimiz də var burada. Özü də bu sensorlu ekrandır. Bütün oturacaqların isitmə, soyutması və masajı var. Animasiyası çox sürətli işləyir. Sükan çıxmaq şərti ilə fiziki düymə yoxdur. Uşaqlar dağılışın PUBG oynamaq olmur. Bu uzaq yol üçün bu super. Maşın mənə həddən artıq yumşaq gəlir, yəni pambıq kimi gəlir. Yəni. Ha, okey. Avtomobil artıq başlayır özü park etməyə. Təxminən 44-45 min dollarla. Yuxarı 52-53 min dollara. 20 min dollara Tesla ya da ki 45 minə Çin maşını. Yəni müasir texnologiyalarla dolu avtomobil belə də olmalıdır.